Salam hörmətli şagirdlər, biz bu gündən 9-cu siniflər üçün deməli ümumi sınaq 1-in izahına baxırıq. Birinci sualda bizə nə verib? Veribdir ki, a kvadratı bc böyükdür nədən? 0-dan. Sonra bizə nə verib? A, b kvadratı kiçikdir 0-dan. Sonra bizə veribdir c kvadratı b böyükdür 0-dan. Deməli, bax bizə deyir ABC-nin işarələrini təyin edin. Burada necə təyin edəcəyik? Bax burada b kvadratı, b-nin özü mənfi olsa da, müsbət olsa da kvadratı var deyə müsbət demişəm. Müsbəti nəyə vuranda mənfi edir? Mənfiyə vuranda. Onda A-mız deməli nədir? Mənfidir. Burada c kvadratı, c-miz özü mənfi olsa da, müsbət olsa da kvadrat həmişə müsbətdir. Müsbəti nəyə vuranda deməli müsbət edir? Müsbətə vuranda onda b-miz müsbətdir. Aha, b-miz müsbətdir, deməli A-mız da mənfi olsa da kvadratı müsbətdir. Müsbəti nəyə vuranda müsbət edir? Müsbət onda c-miz də müsbətdir. Deməli nə olur? Mənfi, müsbət, müsbət. Bu da olur hansı bənd? C bəndi. Keçdik ikinciyə. İkincidə bizə nə verib? X bərabərdir 3-ə, y bərabərdir nəyə? Mənfi 1-ə. Bizə nə verib? 3 vuraq x plus y. Düzdür, üstə gələk 2 vuraq 4x minus 2y. Üstə gəl nədir? 3x-dir. Bax, bu ifadənin qiymətini tap gətirib yerinə yazırıq. Bunu vuraq açaq ən yaxşısı elə. 3-ü x-ə vuranda nə edir? 3x üstə gəl 3y. Üstə gəl 8x çıxaq 4y. Üstə gəl 3x. Bu da nə olur? Bu da olur deməli 14x çıxaq y olur. Bu da deməli nə olur? 14 vuraq 3 çıxaq mənfi 1. Bu da bizə nə verəcək? 43-ü verir. Bu da deməli olur hansı bənd? A bəndi. Keçdik indi 3-cü suala. 3-cü suala bizə nə deyir? Deyir, bərabər yanlış bucan tərəfləri 7 və 3-dür. Onun perimetrini tap. Bərabər yanlış bucan tərəfləri 7-dir və 3-dür. Onda yan tərəfləri 7 oturacaq da neçədir? 3-dür. Düzdürmü? Onda perimetri neçə olur? 7, 7, 14, üstündə 3 edir 17. Bu da olur D bəndi. Keçdik neçənci suala? Keçdik 4-cü suala. 4-də bizə nə verib? Veribdir ki, sürətdə nə? 5-ci dərəcədən, deməli 5-ci dərəcədən kök adda 12 minus 1, məxrəcdə də nə verib? 5-ci dərəcədən kök adda 60 minus 5-ci dərəcədən kök adda 5. Sürətlə işim yoxdur. 5-ci dərəcədən kök adda 12, çıxaq nə olur? 1. Məxrəcdən 5-ci dərəcədən kök adda 5-i ortaq vuruq çıxarsam, qalır 5-ci dərəcədən kök adda 12 minus 1. Bununla bu ixtisar gedir. Qalır nə? Qalır burada 1, burada da qalır nə? 5-ci dərəcədən kök adda 5. Burada indi nə edir? Bunu irasaqda azad edəndə məxrəcin qoşmasına vurarıq. Məxrəcin qoşması da 5-ci dərəcədən 5 üstü 4-dür. Sürət dəmçini vururum. 5-ci dərəcədən 5 üstü 4-dür. Onda məxrəc olacaq 5, sürətdə də olacaq 5-ci dərəcədən 625 olur. Bu da belə. Bu da deməli olur hansı bənd? A bəndi. Keçdik buradan neçənci? 5-ci suala. 5-də bizə nə deyir? Paralleloqram iti bucağı 60 olursa kör bucağını tap. İti bucağı 60-dırsa iti ilə körün cəmi bir şey 180 olmalıdır. Onda kör bucaq neçə dərəcədir? 120. Bu da olur hansı bənd? C bəndi. 6-cı sualda bizə nə verib? Deməli, veribdir ki, 3a minus 8 böyükdür neçədən? 4-dən. Sonra bizə nə verib? 5a üstə gəl 4, kiçik bərabərdir 29-dan. Bax, biz bunu ayrıca həll edəsiək, onda 3a böyükdür 12-dən, a da böyükdür neçədən? 4-dən. Burada nə olur? 5a kiçik bərabərdir 4-ü bu tərəfə keçirdim deyən 25 oldu da. A da kiçik bərabərdir neçədən? 5-dən. Onda həllimiz burada sistem olanda kəsişməni tapırıq deyən. Həllimiz burada nə olur? 4, 5 olur. O da olur hansı bənd? O da olur deməli B bəndi olur. Keçdik buradan 7-ci suala. 7-ci suala bizə nə deyir? Deyir, oxşarlıq əmsalı 2 olan 2 fiqurdan böyük fiqurun sahəsi 28 olursa, kiçik fiqurun sahəsini tap. Oxşarlıq əmsalı neçədir? K-mız yəni 2-dir. Böyük fiqurun sahəsi məsəl üçün S1 tutaq ki 28-dir. Düzdür. Bizdən kiçik fiqurun sahəsini istəyir, S2-ni istəyir. S2 də bərabərdir sualı. Biz də bilirik ki, həmişə burada S1 bölək S2 bərabərdir nəyə? K kvadratına. Deməli, burada da yazırıq 28 bölək S2 bərabərdir nəyə? 4-ə. Bu da S2-də, onda yəni ikinci fiqurun sahəsi də necə olacaq? 7 olur. Bu da olur hansı bənd? E bəndi olur. Keçdik növbəti 8-ci suala. Deyir,
Burada nə deyir bizə 8-də? Deyir 4-də 3, 5-də 2 və 3-də 1-i. Deyir bax bu nisbəti böləkdir burada. Nisbəti deyir tam ədədlə əvəz edin. Burada nə edərəm? Mən elə bir tam ədədə bax bu kəsirləri vuraram ki, bu 4, 5, 3 burada olmasın. Məxrəclər yəni yox olsun. O da 4, 5, 3 neçədir? Bölünən ədəd 60-dır. Hamısını belə deyək də 60-a vururum fikrimdə. Belə deyək, gəl sürətdə yazaq. Burada da olur 60-a vurur. Burada 60-dan 4 ixtisar gedir. 1, 15, 15 3-ə vuranda neçəyə? Birinci 45. Sonra deməli, burada 60-dan 5 ixtisar gedir. 1, 12, 12-də 2 böləndə neçə edir? 12-də 2-yə vuranda 24. Burada 60-dan 3 ixtisar gedir. 1, 20, qalır orada 20. Məsələn, bu da olur hansı bənd? C bəndi. Keçdik 9-cuya. Deyir 16 nəfərlik qrupdan 3 nəfərlik qrup rəhbərlərini neçə üsulla seçmək olur? Kombinizon 16-dan 3 ilə bunu seçmək olur. Bu da necə olur? 16 faktorial bölək. 16-dan 3 çıxanda 13 faktorial vuraq neçə? 3 faktorial. 16 faktorial mən belə yazarım. 13 faktorial vuraq 14, vuraq 15, vuraq neçə? 16. Düzdür. Burada da olur 13 faktorial vuraq 3 faktorialında 6 deməkdir. Bununla bu gedir. Bununla bu 2 ixtisar gedir. Burada 7 qalır, burada 3. 3-dən 15 gedir. Burada 1 da belə. Bu da eləyəcək. Demək 7-də 5, 35, 16 yerdə vuranda 567. Bu da olur hansı bənd? C bəndi. Keçdik 10-cu suala. 10-cu sualda bizə nə deyir? 10-cu sualda deyir ki, 2 düz xətt kəsişdikdə alınan qonşu bucaqların tən bölənləri arasındakı bucağı tapın. O da bilirik ki 90 dərəcə olur. O da olur hansı bənd? D bəndi. Keçdik 11-ə. 11-də bizə nə verir? 3-də x, üstə gələk nə? 4-də y. Bərabərdir neçəyə? 4-ə. Sonra nə verir? 3-də 2x çıxaq 8-də y bərabərdir neçəyə? 3-ə. Deyir x-i tapın. X-i burada necə taparam? Birincini, ikincini 2-yə vuraram. Və yaxud da elə 2-yə vuraram. Onda birinci nə olur? 3-də x olduğu kimi qalır. Üstə gəl neçə? 4-də y bərabərdir 4-ə. Burada nə olur? 3-də 4x çıxaq 4-də y bərabərdir neçə? 6-ya. Bunları toplasam bunlar gedir. Qalır nə olur da? 3-də 5x. 3-də 5x bərabərdir 10-a. Buradan 10-dan 5 ixtisar gedir. Burada 1, burada 2. X-də bərabərdir neçə? 6-ya. Məsələn, x-i neçə tapdım? 6 tapdım. O da olur hansı bənd? C bəndi. Keçdik 12-yə. 12-də bizə nə deyir? A çoxluğu barakən sözündəki müxtəlif hərflər çoxluğu olarsa ENA-nı tapın. ENA-nı tapanda yəni orada A çoxluğunda neçə element var da onu istəyir. O da A-dan 2 dənə deyim, bir dənəsini sayarsan. 2, 3, 4, 5, 6 dənə olur. 6 ENA 6-ya bərabərdir. O da olur A bəndi. 13-də bizə nə deyir? Deyir, mənfi 3, 7 nöqtəsindən və 5, mənfi 8 nöqtəsində, mərkəzi 5, mənfi 8 nöqtəsində, radiusu 3 olan çevrənin ən uzaq nöqtəsinə qədər olan məsafəni tap. Bax, mənfi 3, 7 nöqtəsindən mərkəzi 5, mənfi 8 nöqtəsinə, radiusu 3 olan çevrənin ən uzaq nöqtəsinə qədər olan məsafəni tap. Deməli, bunu necə edək? Çevrəni bilirik ki, biz A və B nöqtələri mərkəzi olarsa, bu zaman çevrənin belə deyək də, tənliyi necə olurdu? X minus A-nın kvadratı üstə gəlir Y minus B-nin kvadratı bərabər idi nəyə? Y-nin kvadratına. Burada da nə olur? X minus 5-in kvadratı üstə gəlir Y plus 8-in kvadratı bərabərdir neçəyə? 9-a. Bizə nə deyir? Deyir ki, çevrənin ən uzaq nöqtəsinə qədər olan məsafəni tap. Burada necə edərik? Burada deməli biz bunu gələk biz bunu quraq. Düzbucaqlı koordinat sistemi çəkək. Bax bizdən elə bir ki, bax mənfi 3, 7 nöqtəsindən mənfi 3, 7 nöqtəsi bax buradır. Buradan bax düz bax bura qədər olan məsafəni istəyir. Burada necə edərim? Bax burada çox sadə. Bax bu hissəni belə eləyək. Bax paralel köçürdürəm aşağı. Bax belə köçürdüm, düzdür. Bu hissəni də paralel köçürdüm bura. Bax, bu şəkildə köçürdüm. İndi buradan bura kimi məsafə 8-dirsə, onda buradan bura kimi də məsafə nədir? 8-dir.
Buradan bura kimi məsafə 7-dirsə, onda buradan bura kimi məsafə də nədir? 7-dir. Onda ümumi buradan bura uzunluq 8-dən 7-ni içirir 15. Düzdür? Burada indi nətər olacaq? Bax, buradan bura kimi məsafə 5-dirsə, onda buradan bura kimi də məsafə nədir? 5-dir. Buradan bura kimi məsafə 3-dürsə, buradan bura kimi məsafə də neçədir? 3-dür. 5-dən 3-ünü içirir 8. Bax, bura 15, bura 8-dirsə, onda bu düz bucaqlı üç bucaqda. Bax, bura var. Ha, bu hipotenuz nə qədər olur? Hipotenuz olur onda deməli 17 olur. Bizdən də bax, bu da buradan burada nədir? Radiusda, burada 3-dür. Onda 17 ilə 3-də neçə edir? 20 edir. Vəssalam. Deməli, o -3, 7 nöqtəsindən çevrənin ən uzaq nöqtəsinə qədər məsafə neçədir? 20-dir. Bu da belə. Keçdik buradan 14 nömrəli sual. 14-də bizə nə deyir? Deyir 5-də 1 hissəsi ilə 3-də 2 hissəsinin cəmi 26 olan ədədin 6-da 5 hissəsini tap. Deməli, bir dənə ədəddir. Onun 5-də 1 hissəsi deyəndə 5-də 1 x nəzərdə tutulur. 3-də 2 hissəsi deyəndə 3-də 2 x nəzərdə tutulur. Cəmi 26-dır. 5-ün 3 ortaq məxrəc 15-dir. Bu olur neçə? 3x, bu da olur neçə? 10x. Düzdür, bərabərdə neçə? 26-ya. Bu da eləyir neçə? 15-də 13x bərabərdə neçə? 26-ya. Burada məxrəcə 1 kimi baxıram. 26 ilə 13 ixtisa gedir. Burada 1, burada 2. Çarpaz vurdum, x oldu neçə? 30. Deməli, həmin ədədim 30 imiş. Deyir, bunda 6-da 5 hissəsini tap. 6-da 5 hissəsini tap deyəndə 6-da 5-ə vurur. Burada ixtisa gedir 5, 1. 5-də də 5-im neçə? 25. Bu da olur hansı bənd? D bəndi olur. Bu da belə. Keçək indi 15 nömrəli suala. 15-də bizə nə verir? 15-də bax, bu ifadənin qiymətini hesablayın deyir. 44 ilə 22 ilk öncə ortaq məxrəc gətirərik. O da olur 44. Hamısını bir kəsirdə yazsaq olur nə? Birinci olur 21-in kvadratı. Üstə gəl 2 vuraq, 21 vuraq. 23, üstə gəl neçə? 23-ün kvadratı. Bu da nəyin açılışıdır? Bu da deməli, buradan baxırıq. Deməli, bu da məxrəc 44 olur. Burada da olur nə? 21 üstə gəl 23-ün nəyi? Kvadratı. Bu da bizə nəyi verir? 44-ün kvadratı, məxrəcdə də 44. Bu təmiz gedir. Bundan da biri gedir, biri qalır. Olur 44. Bu da olur hansı bənd? B bəndi. Keçdik 16 nömrəli suala. 16-da bizə nə deyir? Deyir, düzgün altı bucaqlarının tərəfi 8 olursa, böyük diaqonalını tap. Böyük diaqonal həmişə deməli tərəfin 2 misli olur. O da 2-ni 8-ə vuranda neçə edir? 16 edir. Keçdik 17-yə. Deyir ki, K-nın hansı müsbət qiymətində kvadrat təninin yeganə kökü var? Kvadrat təninin o vaxt yeganə kökü olur ki, diskriminant 0-a bərabər olundu. Yəni, b kvadrat minus 4ac bərabərdir nəyə? 0-a. B-miz orada nədir? K-dır. K kvadrat minus 4 vuraq, 3 vuraq, 8 bərabərdir nəyə? 0-a. K kvadrat bərabərdir 4 də 3, 8, 12, 12-ni də 8-ə vuranda 96. K da bərabərdir nəyə? Plus minus 4 kök adda 6. Burada da deməli biz nəyə götürəcəyik? Müsbət 4 kök adda 6-nı götürəcəyik. Deməli, sonra keçdik nəyə? 18-ə. 18-də bizə nə deyir? K-nın orada müsbət qiymətini istədiyinə görə 17-də cavab müsbət 4 kök adda 6 götürdüm. Deməli, 18-də bizə nə deyir? Deyir, sinidinin oturacağı radiusu. Radiusumuz neçədir? 5-dir. Hündürlüyü neçədir? Hündürlüyümüz 2-dir. Deyir, tam səthin sahəsini tap. S tam bərabərdir nəyə? S-yan üstə gəl 2S oturacaq da burada. Düzdür, tam səthin sahəsi. Bu da necə olur? Bu da deməli bərabərdir. 2pi r vuraq. Deməli necədir? R plus h-dır düsturumuz. O da olur nə? 2pi vuraq 5. Vuraq 5 üstə gəl 2-dir. O da bizə nəyə verir? 10pi vuraq 7. 10pi vuraq 7. O da eləyəcək neçə? 70pi olur. Məsələn, cavab deməli nədir? 70pidir. Keçdik buradan 19 nömrəli suala. 19-da bizə nə deyir? Deyir, mərkəzi O nöqtəsində olan çevrədə bucaq C 20 dərəcə olursa, bucaq B-ni tap. Bax, bura bizə deyir. Bax, bura 20 dərəcədirsə, onda bunun qarşısındakı bax, bu qövs birisi neçə dərəcə olacaq? 40 dərəcə. Hardan bilirəm? Çünki o 20 dərəcə bucaq daxilə çəkilmiş bucaqda, o da söykəndə qövsün yarısı olur. Bura 40-dırsa, onda bax, burada bilirsən neçə dərəcə olacaq? Burada olur 140 dərəcə. Hardan bildim 140 olur? Çünki belə deyək də, o nöqtəsindən keçir deyən, o BC orada belə deyək də, bura bir, məsəl üçün bir N olsun, bu NC burada belə deyək də, diametrdir. Diametr daxil yarıya bölür 180, 180. İndi o bucaq B-ni də tapanda həmişə bucaq B-yə də bir x deyək də. Böyükdən kiçik çıxıb bölürük 2. 140-dan böyük qövsün dərəcə ölçüsündən kiçik qövsün dərəcə ölçüsünü çıxıb bölürük 2. 140-dan 40-a çıxırıq, eləyir 100. 100-də bölürük 2, o da eləyir neçə? 50.
Keçdik buradan 20 nömrəli suala. 20-də bizə nə verir? M, N, K, 7. Çıxaq nə? M, N, K. Bərabərdir neçə? 3427. Bizə nə istəyir? M plus M minus K-nı istəyir. Düzdür? Bax, bunun açılışı necə olacaq? Bunun açılışı olur nə? 1000 M üstəgəl 100 N üstəgəl 10 K üstəgəl neçə? 7. Çıxaq nə? 100 M çıxaq 10 N çıxaq K. Bərabərdir nəyə? Bərabərdir 3427. 3427. Burada indi nə olur? Burada indi deməli 1000 M-dən 100 M çıxanda nə qalır? 900 M. Sonra 100 N-dən 10 N çıxanda nə qalır? 90 N. 10K-dan K çıxanda nə qalır? 9K. 7-dən də bu tərəfə keçirdəndə 3427-dən 7 çıxanda 3420 qalır. 3420 qalır. Düzdür? Buradan da hər tərəfə 9-a bölsək nə olur orada? Onda 100M üstəgəl 10N üstəgəl nə olur? K. Bərabərdir neçəyə? 3. Sonra orada qalır neçə deməli? 380. Bu da nəyin açılışıdır? Elə M, K-nın açılışıdır. Bərabərdir nəyə? 380-ə. Burada da onda M-imiz 3-dür. N-imiz neçədir? 8-dir. K-mız da neçədir? 0-dır. Bunların da cəmi bizə nə verir? 11-i verir. Vəssalam. Keçdik 21 nömrəli suala. 21-də bizə nə deyir? Y bərabərdir deyir 5x plus 9 deyir. Funksiyasının apsisinin kəsdiyi nöqtəni tap. Apsisini mən deyilmişdim ki, kəsəndə qrafik. Deməli, onda y nə olur? Həmin vaxtda 0 olur. Düzdür. İndi y-in yerinə 0 gətirib yazırıq. 5x plus 9-a 5x bərabərdir nəyə? Mənfi 9-a. X də bərabərdir neçə? Mənfi 1,8-ə. Onda deməli, mənfi 1,8 0 nöqtəsində nə edir? Kəsir. Bu da cavabımız bu olur. Sonra keçdik buradan neçəyə? 22 nömrəli. 22-də bizə nə deyir? Deyir ki, düzbucaqlının uzunluğu n-nin 2 mislindən bir vahid uzundur. Deməli, n-i x-dirsə, onda uzunluğu 2x plus 1-dir. Sahəsi nədir? S-də nəyə bərabərdir? 300-ə. Düzdürmü? Burada necə eləyərik? Biz bildik ki, 300-ü tapanda nə edirik? X-i vururuq 2x plus 1-ə. Onda bu da deməli, burada nə olar? Deməli, burada x-imiz olsa belə. Bunu vurub aşmadan tapa bilərik. Deməli, x-imiz nə olur? 7 götürsək, 7 düz gəlmir. 8 götürsək, 8, 2, 16, 1 düz gəlmir. Deməli, x-imiz 12 olacaq. Hə, 12. Çünki 12-ni 2-yə vuranda 24 üstünə 1 gəndə 25 edir. Düzdür. Bunu əslində açıb biz belə deyək. Kvadrat tənliklə də işləyə bilərdik. Amma belə daha rahatdır. X 12-dir. Onda bura 12-dirsə buradan bura 12-dirsə burada neçədir? 25. Onda burada 25-dir. Onda burada 12-dir. Onda bunun perimetrdə neçə olacaq? 74 olur. Vəssalam. Keçdik 23-ə. Deyir ki, 23-də nə verir bizə? Tərəfləri 12, 14, 10 olan üçbucağın sahəsini tap. İlk öncə mən buradan yarım perimetri tapıram. Yarım perimetri necə taparam? 12, 14, 10-u cəmləyib bölərəm neçə? 2. O deyir neçə? 36 bölək 2. Bu da bizə nə verir? 18-i. Heron düsturundan gedirəm. Həmişə belə müxtəlif tərəflərdə Heron düsturu. O da olur 18 vuraq. 18-dən 12 çıxanda qalır 6. 14 çıxanda 4. 10 çıxanda 8. Bu da 18-i 8-ə vuranda neçə edir? Deməli 144, oradan 12 çıxır, 4-dən 2 çıxır, amma kök altda 6-dan heç nə çıxmır. O deyir neçə? 24 kök altda 6 olur. Vəssalam, bu da belə. Keçdik 24-cü suala. Deyir ABC üçbucağında bir dənə ABC üçbucağı çəkək. C bucağı 90 dərəcədir. Onda C bucağı düz bucaqdır. Sonra bizə bura A-dır, burada B-dir və bizə deyir ki, SABC-miz də neçədir? 24 olarsa, bizdən üçbucağın nəyini istəyir? Perimetrini istəyir. Düzdür. Burada nə edik? Bax, tangens bucaq A-nı da veribdir. Nəyə? Tangens bucağa bərabərdir 3-də 4-ə. Bax, bunu üçbucaq dərsində demişdim ki, tangens, məsəl üçün, bura tutaq ki, alfadır. Tangens alfa nəyə bərabərdir? Qarşıdakı katetin bitişik katetə nisbətinə. Yəni, onda bura deməli 4-üymüş, burada 3-üymüş.
Burada 4K, burada da olsun 3K olsun. Burada onda deməli neymiş? 5K'ymış, düzdür. İndi burada nə edək? Bunun sahəsini tapanda, bax bu SABC-ni tapanda necə edirik? 2-də biri vurmuşam 4K-ya, bir də vurmuşam neçəyə? 3K-ya. Bundan bu ixtisar gedir. 2 qalır, burada 1. SABC-imiz də 24. Onda bu deyir 6K kvadrat bərabərdir 24-ə. K kvadratı bərabərdir neçəyə? 4-ə. K da bərabər olacaq neçəyə? 2-yə. Bizdən də perimetr istəyir. Bu da 2 dəfə 4-üm 8, 3 dəfə 2 6, 5 dəfə 2 10. Bunların da cəmi neçə edir? 6, 8, 10, 24. Məsələn, perimetr deməli neçəymiş? 24 imiş. Keçdi indi 25-ci suala. 25-ci sualda bizə nə deyir? Deyir, kutuda 18 ağ və 8 qara kürəcik var. Kutudan təsadüfən 2 kürəcik çıxarılır və çıxarılan kürəciklərin hər iki kürəciyin göy rəngi olması ehtimalı tap. Biz bilirik ki, burada kutuda ancaq ağ və qara kürəcik var. Burada nətər göy rəng çıxa bilər? Bunun onda ehtimalı nədir? 0-dır. Vəssalam. Sağ olun.